Onlayn iş var yoldaşlar, onlayn iş var. Amma özdə gözəl bir işdir. Call center operatoru işidir, çağrı mərkəzi operatoru işidir. Ümumiyyətlə bu tipli işlər tez-tez olur. Səhv hatırlamırsam bu son 2 həftədə bir dənə də belə bir variant olmuş olmalıydı. Bu remote işdir yoldaşlar, yəni uzaqdan idarə olunan işdir belə deyim. Nə tələb olunur? Sizdən əla səviyyədə ingilis dilini bilmək tələb olunur yoldaşlar. Yəni C1 səviyyəsində. Yəni B2 səviyyəsindədirsə, yəni müraciət eləməyin, xəbəriniz olsun. Yəni ən azı hələ C1 səviyyəsi tələb olunur, ha, xəbəriniz olsun. Düz demək haqqısı güclü deyil. Güclü deyil. İndi bilmirəm niyə 600 manat verirlər yoldaşlar. İndi bu cəhətdən rahat ola bilərsiniz ki, evdən işləyirsiniz. 9 saat vaxtınız getmir də 7 saat vaxtınız gedir. Çünki günorta 3-dən 2 dənə növbə var da belə deyim. Məsəl üçün bir növbəsini deyim sizə. Günorta 3-dən axşam 10-a qədərdir. Məsəl üçün ikinci növbə axşam 4-dən gecə 10-a qədərdir. Belə bir variantdır yoldaşlar. Yüksək öyrənmə qabiliyyətiniz varsa, Excel-i bilirsiniz heç olmasa basic təməl səviyyədə. Şəxsi kompüteriniz varsa, yüksək internetiniz varsa, belə bir iş fürsətlərindən istifadə edə bilərsiniz. Onlayn işdir. Bu işə də müraciət metodunu çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə bir sözlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüz, orada kanala daxil olun. Toğrul Əcəb adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.